Salam uşaqlar. Səhifə 30-80-ni izah edirəm. Diqqətlə qulaq asın. 5 ilə 6 uyğun çalışmadır. Yəni 5-də nə ədədlər verilibsə aşağıda da eynidir. Ona görə fərqi yoxdur. 5-i edirəm, 6-nı etməyəcəm. Keçirəm. Ölçü vahidlərini burada vermişəm. 1 hektarımız 10.000 kvadrat metrdir. 1 kvadrat kilometrimiz 10.000 ardır. 1 hektarımız 100 ardı, 1 arımız 100 kvadrat metrdir. Bu qədər. Olduqca yenə yazacağım. Keçirik. 75.000 kvadrat metr. 75.000 kvadrat metr. Bunu hektara çevirəndə nə edirik? Kvadrat metri hektara çevirəndə nə edirik? Baxın burada. 10.000-ə böləcəm. 10.000-ə bölürəm. Minlər gedir. 75-i 10-a böləndə nə elədi? 7,5 hektar. Keçirəm ikincisinə. Deyir ki, 520 kvadrat metr neçə ardı? Kvadrat metrimiz neçə ardı? Bölürük 100-ə. Ara çevirəndə 100-ə bölürük. İndi 520-ni 100-ə böləcəm. Sıfırlar gelir. Nə alındı? 5,2 ar. Keçirəm üçüncüsünə. 13 ar neçə kvadrat metrdir? Baxın. Arı kvadrat metrə çevirəndə nə edirik? 100-ə vururuq. Olur 1300 kvadrat metr. Dördüncüsünə baxıram. 1 hektarımız neçə kvadrat metrdir? Baxın 10.000. 4,8 hektarımız neçə kvadrat metrdir? Baxın neçə dənə sıfır var? 4 dənə. Yəni 10.000-ə vuracağım. 4,8-i 10.000-ə vuranda bir dənə sıfır buna vergülü aparır. Nə alınır? 48.000 kvadrat metr. Keçirəm 5-cisinə. 5-cidə nə deyir? 575 ar neçə kvadrat metrdir? Baxın, kvadrat metrə çevirəndə nə edirik? 100-ə vururuq. Nə alındı? Hektar deyir. 5-cidə başqa bir şeydir. 275'dir. Bağışlayın. 275 deyir ki 275 ar neçə kvadrat metrdir? Baxalım. Arı kvadrat metrə çevirəndə deyirik 100-ə vururuq. Nə alınır? 27.500 kvadrat metr. Arı kvadrat metrə çevirəndə vururuq. 3,6 hektarımız neçə ardı? Baxın, hektar neçə ardı? 100-ə vururuq. Bu da nə elədi? 360 ar. Keçirəm 7-ciyə. Bu 6-cı idi. 7-ciyə keçirəm. 0,8 hektar neçə kvadrat metrdir? Hektarımıza baxın. Kvadrat metrdir. 10.000. Yəni bu ədədi nəyə vururuq? 108-i vuracam 10.000-ə. Yüzlüklər gedir. Nə qaldı? 800 kvadrat metr. Hektar kvadrat metrə çevirdik. İndi keçirəm 8-cisinə. 5də 3 ar. Uşaqlar. Neçə kvadrat metrdir? Arımız neçə kvadrat metrdir? 100'dür. Yəni 5də 3'ü 3'üymüş. 5də 3'ü nəyə vuracam? 100'ə. 20 alındı. 20'ni də 3'ə vuram. 60 kvadrat metr.
9-cuya baxıram. Deyir ki, 20-də 7 hektar neçə kvadrat metrdir? Hektarı kvadrat metrə çevirəndə nə edirik? 10.000-ə vuraq. Yəni 20-də 7-ni 10.000-ə vuracam. 0, 0 apardı. 10-da 2-yə gedir 5. Nə alındı? 500. Eləmi? 500-də 7-yə vuranda 35, yanına da 2 0 gəlir. Nə oldu? 3500 kvadrat metr. 6-cıda eyni tapşırıqdır, yazmıram. Altıncı ilə eynidir, ona görə yazmıram. 7-yə baxırıq. 7-də hektarımız neçə ardı? 1 hektarımız, bəyəxlam dedim uşaqlar. 1 hektarımız neçə ardı? Bax, özüm bura qoydum ki, görəsiniz. 1 hektarımız neçə ardı? 100 ardı. 25-də 18-i vuracam 100-ə. 4, 32, 72. Bu da 75. Hansı böyük oldu? Əlbəttə ki, 75. İndi arımızı metrin kvadratına gətirək uşaqlar. Arı metrin kvadratına gətirək. Bunu metrin kvadratına gətirək. Bax buna. Gətirək. 20-də 11-i vururam 100-ə. 5, 55. Bu da 50. Hansı böyük olur? 55. Keçirəm üçüncüsünə. Deyir ki, kvadrat kilometr ardı. Neçə ardı? 10.000 ardı kvadrat kilometr. Nə edirəm? 4-də 3-ü vururam 10.000-ə. 100 ilə 4 gedir 25. 25-i 3-ə vuranda 7500. Bu da 80 ar. Hansı böyük olur? 7500. Keçirəm. Bir arımız neçə kvadrat metrdir? 100-dür. Demək, 50-də 29-u, baxın, bir arımız neçə kvadrat metrdir? Baxın, burada var. 100 kvadrat metrdir. Yəni, 50-də 29 bölünsün, vurulsun 100, uşaqlar. 2, 58. Bu da 58. Nə oldu? Bərabər oldu. Keçirəm 5-cinə. Deyir ki, 90 hektardır, kvadrat kilometr var. Hansını gətirək? Bir kvadrat kilometrimiz neçə ardı? 10.000 ardı. 10.000 arımız bəl neçə hektardır? 100 hektardır. Gətirək. 20-də 7-ni vuraq 17-ni. Vuraq 100-ə. 5, 85. Hansı böyük oldu? 90. Bura 85 idi. Keçirəm 6-cısına. Deyir ki, 1 kvadrat metr var, ar var. Arı gətirim kvadrat metrə. Yəni 10-da 9-u vuracam kvadrat metr. Yəni 90 elədi. Bura 90-dır, bu da 85. Hansı böyük oldu? 90.
Keçirəm 8-ə. Keçirəm 8-ə. 8-də nə deyir? Deyir ki, hektarla ifadə edin. Baxırım. 1 kvadrat kilometrimiz neçə? Baxıram, bura baxıram. Neçə hektardır? 1 kvadrat kilometrimiz neçə hektardır? 100 hektardır. 100'dür. Nə olur? 300 olur. 3 olur. 100'ə vuranda baxın. 100'də 3'dür. 100'ə vuranda nə edir? 3 elədi. İndi bunu yadda saxlayaq. 3 elədi. Və arımız neçə hektardır? Baxın. Arımız neçə hektar? Demək 100'ə böləcəm. Onu da 100'ə böləndə nə eləyir? 250'ni 100'ə böləndə nə edir? 2,5. Demək 2,5 ilə 3'ü toplayacam. Nə eləyir? 5,5. 8-ci. Baxın. 2,5. İndi cəmini soruşur da. Yəni 5,5 edir. Keçirəm ikincisinə. Deyir ki, kvadrat kilometri hektarla ifadə edin. Bura yazıram. 1 kvadrat kilometr 100 hektardır. Onu da yazın. Bunu qayda dəftərinizdə yazın. 1 kvadrat kilometrimiz neçə hektardır? 100. Onda nə olur? 200. 2 kvadrat kilometrimiz olur 200. 30 üstünə gəlirik 39 da özü hektardır. Üzərinə gəlin 1 kvadrat kilometrimiz neçə hektar idi? 100. 5'də 3'ü vururam 100'ə. Nə eləyir? 20, o da 60. Üzərinə gəlim 77. Gəlin hesablayaq. 39'dan 60 elədi 99. 299. Üzərinə 77 gəlirəm. 9 ilə 7'ni toplayıram. 16 bir yada. 9 ilə 7 16 bir yada. 17 bir yada. 376. Nə etdi cavabımız? 376 hektar. Qaydanı mütləq yazın. Baxın, burada yazdığım ölçü vahdəni dəftərinizdə olsun. Keçdim. Üçüncüsünə. 8'in üçüncüsünə. Arımızı hektarla ifadə edin. Arımız, bir arımız neçə hektardır? 100'ə böləcəyin. 1 hektarımız 100 ardırsa, bir arımızdan böl 100 olacaq. Yəni 2500'ü 100'ə böləndə nə eləyir? 25 hektar. Üzərinə gəlirəm. 1 kvadrat kilometrimiz neçə hektardır? 100. Onda 7 hissəsi 100. Nədir? 70. Üzərinə 70 hektar gəlirəm. Və üzərinə 15 hektar gəlirəm. 25'in 70 etdi. 95. 95'in üstünə də 10. 110 eləyir. Səhv etmirəmsə 110 hektar. Dördüncüyə baxırıq. Keçirik. 1,8 kvadrat kilometr neçə hektardır? 100'dür. Mən bu ədəd nəyə vuracam? 100'ə vuranda. 1,8'i 100'ə vuranda nə edir uşaqlar? 10'da 18'dir. Vururam 100'ə. Gedir, nə alındı? 180. Demək, 1,8 kvadrat kilometrimiz neçə hektardır? 180. Üzərinə gəlirəm. 4'də 3 kvadrat kilometr. Baxın, kvadrat kilometrdir. Hektara çevirəndə 100'ə vururam. Yəni 4'də 3'ü 100'ə vuracam. Baxın. 100'dən 4 gedir 25. O da 3'ə vuranı 75. Üzərinə də 15 özü hektardır. Nə elədi? 187. Üzərinə gələm 15'i. Nə edir? 12. 202 hektar. 202 hektar. Dördüncü də
Diqqətlə qulaq assaq görək nədir. Kvadrat kilometri mən 100-ə vurmalıyım. 100-ə vuranda nə eləyir? 180. Kvadrat kilometrdir. Nə edirəm? 100-ə vururam. 25, 25-i 3-ə vuranda 75 uşaqlar. 4-də 3-ü burada mən belə yazmışam. 20'de burada yazmışam, orada yazmışam. 25'i 3'e vuranda 75. Bura bax 5'i yazmamışam uşaqlar. Aha. Belə elədik. Dəqiqə. Aha. Gəlin bura. 75 ilə 15 toplandı. Nə elədi? 90 etdi mi? 90. 180 üzərinə də 90 gəlirəm. Nə edir? 270 hektar. Budur. Keçirəm 10-cu tapşırığa. Diqqətlə qulaq asaq. Yenə deyirəm, o qaydanı dəftərinizə köçürün qalsın. Əzbərləyin. Keçirəm. 3,6 36,9 hektar sahə 9 bərabər hissəyə bölünmüşdür. Hər hissənin sahəsi neçə kvadrat metrdir? Əvvəlcə biz nə etməliyik? Hektarı kvadrat metrə çevirməliyik. Neçə kvadrat metrdir? Baxın budur. Neçə kvadrat metrdir? 10.000. Demək, nə edirəm? 10'da 369'u vuracağım 10.000'ə. Sıfırlar gedir. 369. Yanına da sıfırlar gəlir. 1000. 9 bərabər hissəyə bölürəm. 4 dəfə 1. Nə alındı? 41.000 alındı. 41.000. 11-ci tapşırığa keçirəm. Çox asan idi. Sonra sahəsi 36 hektar olan düzbucaqlı şəklində baxın. Düzbucaqlı şəklində sahəsi 36'dır. İndi bu nəymiş ki? Hektar. Nəymiş bu 36 verir? Bilmirik. Sahəsi düzbucaqlı şəklində. Yerin uzunluğu 900 metrdir. Uzunluğu 900 metrdir. İndi bura bilinmir. X-dır. Sahə deyəndə nə edirdik? Eni uzunluğa vurur. Enimiz x-dır. Uzunluq 900 metrdir. Bərabərdir. Hektarı metrə çevirməliyəm uşaqlar. Hektarı metrə. 1 hektarımız neçə metrdir? 10.000 kvadrat metrdir. Ancaq metrə olanda nə olur? Birinci tapşırıq. Nə eləyir? Burada metrin kvadratı olmalıdır. Yəni onsuz da ehtiyac yoxdur. Bu 36 hektar neçə kvadrat metrdir? Bu metri yazmayacağım bura. Çünki metrə vuranda ya zaten kvadrat metr verir. Bir 36 hektarımız. Gəlin baxalım. Neçə kvadrat metrdir? 10.000. 36'nı 10.000'ə vuranda nə edir? 4 dənə sıfırı yanına yazıram. Kvadrat metr. Demək, mən bu eni tapmalıyam. Nə elədi? Bura 36, yanına da 4 sıfırı gətirəm. Yəni 360.000 kvadrat metr. İndi x-i tapmalıyam. Demək, bu ədədi böləcəm bu ədədə. Bölürəm. 360.000 bölünsün 900. 2 0 2 0 apardı. 36 ilə də 9 gidir. 4. Yanında da 2 0. Demək cavabımız nə oldu? 400 metr. Burada 400 metr. Buradan 41.000 alındı. Kvadrat metr. Bura metr. On ikiyə baxıram. Sahəsi 56 hektar olan. Baxıram. Sahəni. Onda biz 56 hektarı nə etməliyik? Kvadrat metrə çevirməliyəm.
Çünki metr var. Kvadrat metrə çevirəm. 56 hektarımız nə olur? 560 min kvadrat metr olur. Düzbucaqlı şəklində əkin yerinin eni 700-dür. Eni 700-dür. Uşaqlar, mən çəkində biraz səliqəsi çəkirəm. 700 metrdir və uzunluğunu tapmalıyam. Demək, sahə nə idi uşaqlar düzbucaqlıda? Eni uzunluğa vururam. Yəni 700 vurulsun x bərabərdir. Sahəmiz nə qədərdir? 560 min. İndi x-i tapıram. 560 mini böləcəm 700-ə. Nə etdi? Sıfırlar gedir. Nə oldu? 800. İndi əkin yerinin perimetrini tapın. Bura 800 alındı uşaqlar. Bu da 700. Perimetrini tapanda neyini uşaqlar? 700-dən 700-ü topladım. Nə etdi? 1400. Üzərinə burada 800'dür. Qarşı tərəfdə 8, yəni 1600. Toplandı. Nə etdi? 3000 metr. Perimetri nə oldu? 3000 metr. Bu qədər uşaqlar.